Saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaşan çökə-çökə ayrıldıq biz. Gözümüzü üfüqlərə dikə-dikə ayrıldıq biz. Baharımız qışa döndü, dona-dona ayrıldıq biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldıq biz. Kıvrım saç. Sevmədiyi insana getməkdənsə kasıb yaşamağı yaxşı olardı. Elə demə. Nədir? İndi vicdanın oyandı, hə? Vicdanın indi oyandı. Qazdığımız quyuya özümüz düşdük. Yazıq Səmanı əvvəlcə qoca kişiyə ərə vermək istəyirdik. Sonra isə şikəstə ərə verirdik. Amma gördün, öz qızımız o şikəstə qismət oldu. Mənə bax Murad. Sən indi vicdanlı adam oldun. Səmanı Polada nişanlayıb satanda pul dəstəsini sayan kim idi? Sən idin, sən. Bu yazıq şikəst oğlana ərə verən kim idi? Sən idin. Səma mənim üçün yad bir insandır, səninsə bacın qızıdır. Sənin bacının qızıdır. Əgər bu dünya əvəz dünyasıdırsa, deməli hər şey sənə görə oldu. Mən vicdanım qarşısında təmizəm. Mən qızımın gələcəyi üçün mübarizə aparım. Onun gələcəyini təmin elədim. Deməli belə? Hə. Alo, Aslan, Alo, nə istəyirsən? biz görüşüb danışmalıyıq. Yaxşı, yarım saatdan sonra görüşərik. Ünvanı göndərəcəm. Orada görüşərik. Mən sənə bəzi şeyləri deməliyəm. Yaxşı. Oldu. Selin, deyirdim varis qız gəlinimiz olacaq. Bəs indi necə olacaq? Eşitmədin, Səma qaçıb gedib. Nədir? Mən indi Banunu gəlinim hesab eləməliyəm? Hey, Banunun saxta varis olduğunu biz deməsək, heç kim bilməyəcək. Hələlik buna da şükür elə arvad. Belə çıxır ki, hələlik sənətdə qanuni varis Banudur. Elə deyil? Ha, düz deyirsən. Onda biz heç nə uduzmamışıq ki, Səlim. Lap belə olsa da varis qız gəlinimiz olacaq. Amma nə olursa olsun, həqiqi varisi tapmalıyam. Niyə? Qayıdıb gəlib öz haqqını tələb eləməyi üçün. Düz deyirsən, Səlim. Ya onu doğrudan da yox hesab eləməliyik, ya da nəsə bir yol fikirləşmək lazımdır. Məni bağışla. Mən doğrudan da səndən barışmağa gəlmişəm. Doğrudan? Mənə inan. Yox, sənə inanmıram.
Məleykə, mən dəyişmişəm. Yox, insan dəyişmir. Sadəcə özlərini dəyişmiş kimi göstərirlər. Sən məni aldadıb buradan aparmaq istəyirsən. Yox, mən səni aldatmıram. Yenə də inanmıram. Məleykə, gözəlim, sənə hədiyyəm var. Bu sənin üçündür. Gəl yeni həyata başlayaq, xahiş eləyirəm. Yox, sən məni bundan satın almaq istəyirsən? Mən doğrudan da səni çox sevirəm. Sən həyatımsan, sənsiz yaşaya bilmirəm. Sən həmişə mənə lazımsan. Həmişə, hər an, hər dəqiqə lazımsan. İnanmıram. Məleykə! Sən mənə söz vermişdin, oğlum. Demişdin ki, kobudluq eləməyəcəksən. Sözünün üstündə dur. O mənim arvadımdır. Qoy biraz özünə gəlsin. Onu hələlik rahat burax. Yaxşı. Yaxşı oldu. Mən getdim. Məcnun, necəsən? Yaxşıyam, gəl otur. Səmanı sən götürüb qaçmısan? Yox, İnanmıram. Onu sən götürüb qaçmısan. mənə bax. Mən özüm də gəlinin Səma olmadığını Banunu görəndə bildim. Aydın Səmaya deyil? görə yazıq Banu qurban oldu. Başa düşürsən? Banuya nə yaman canın yanır. Bunun sənə adiyyatı yoxdur. Hə. Deyəsən Banu ürəyini ələ alıb. Kədər və istirab vadisinə xoş gəlmisən. Səni xəbərdar edeyim. Bu çox ağırdır. Sən özündən danış. Əgər Səmanı sevirsənsə, onda niyə bu vəziyyətə belə laqeyd yanaşdın, hə? Niyə heç nə eləmədin? Səncə mən heç nə eləməmişəm? Mən neçə dəfə onu qaçırtmağa çalışdım. Amma o razı olmadı. Hə, bir şey də deyim. Sevdiyinin istəyinə razı olmağa məcbur olursan. Onu məcbur eləyib, hansısa iş görə bilmirsən. Bütün bunlara hazır ol, Samir. Mən sənin vəziyyətini başa düşürəm. Sən mənə düzünü de. Səmanı götürüb qaçmısan, yoxsa yox? Sənə nifrət eləyirəm. Amma sevdiyin üçün sənə bir söz deyəcəm. Əgər buna da inanmasan, onda özün bilərsən. Anamın ruhuna and içirəm. Mən Səmanı götürüb qaçırtmamışam. Mən özüm də onu axtarıram. Sənə başqa bir sözüm yoxdur. Yaxşı, gecən xeyrə. Bu sözünə inandım. Samir, bilmirəm niyə, amma mən sənə hörmət eləyirəm. Bax belə, bir şey də deyim.
Ürəyə yananlar qrupuna xoş gəlmisən. Allah köməyin olsun. Yenə görüşərik, Romeo. Səmanı mən götürüb qaçırtmaq istəyirdim. Görəsən o hara yox olub, hə? Mən indi neyniyəcəm? Hələ yatmamısan, qardaş. Sən də yata bilmirsən? Bugün çox pis gün oldu, hə, Cavidan? Hə, bundan pis ola bilməzdi. Bilirsən, qardaş, Səma doğrudan da çox axmaq qız imiş. Heç adam da toy günü qaçıb gedər? Hə, səndən məsləhət istəmək yadından çıxıb. Ay, niyə mənə söz atırsan? Mənə elə gəlir ki, o qız dəqiq Aslanla qaçıb gedib. O oğru oğlanla deyirsən? Düzdür. Başa düşmədim. Sənin dərdin nədir? Səmanın qaçmağına əsəbləşirsən? Yoxsa o oğruya görə pis olmusan? Sən nəyə görə mənə belə deyirsən, Cavidan? Əgər o oğru onu qaçırdıbsa, ondan başqa cür danışacağam. Yox, Cavidan. Mənə bax, hər şey yaxşıdır, nədir? Yoxsa Səma sənin də könlünü ələ alıb? Özünü yığışdır. Tez otağına get. Həmişə belədir, həmişə belədir. Siz özünüzə lazım olanda danışırsınız, mənə lazım olanda isə get otağına deyirsiniz. Dedim ki, get. Şəhrizad, get. Yaxşı. Mən Aslanla danışmalıyam. Səmanı o götürüb qaça bilər. Yox! Vurmayın, nə olar? Bəsdir! Sus! Ay! Kəs səsini. Qılınc bəy, Hə, bir nəfər sizi soruşur. Adı Aslandır. gəlsin. Yaxşı. Ay! Nə vaxt borcu verəcəksən? Cavab ver. Verəcəm! Cavab ver dedim. Ay! 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 Salam. Xoş gəlmisən, qaqaş. Mənə qaqaş demə, mən sənin qardaşın deyiləm. Həm də sənin kimi qardaşım olduğunu bilsəydim, onu həyatımdan silərdim. Mənə bax. Bu işdə sənin əlin yoxdur ki. Arvadını əlindən alıb apardığıma görə sən də Səmanı götürüb qaçırmamısan. Səncə mən belə bir alçaqlıq eləyə bilərəm? Səni tanımaq olmur. Bəlkə də inanmayacaqsan, amma mən dəyişmişəm. Hə, sən dəyişmisən. Bəs o içərdəki adam kimdir? O yazığın nə günahı var, hə? Yoxsa, yenə pul məsələsidir. Elə bunu deməyə gəlmişdin. Hə, Qulaq as. Mən Səmanı yalnız sənin yanına xəstəxanaya gətirmişəm. Ondan sonra görməmişəm. mən sənə inanmıram. İnanırsan ya yox, mənim üçün fərqi yoxdur. Əgər sözün qurtardısa, gedə bilərsən. Mənim işim var. Əgər Səmanın yoxa çıxmağında az da olsa sənin əlaqən varsa, məndən yaxşılıq gözləmə. Səndən başqa cür danışacağam. Qorxma. Səndən mən el gözündə ər-arvad olduq. Sən Mən sənin arvadım olmağını istəmirəm. Sadəcə ailəmizin adı üçün razı oldum.
Mən də. Rahat yerdən özünə yer salıb yata bilərsən. Bəs sən necə? Məni fikirləşmə. Sağ ol. Çox xeyirxahsan. Səma hardadır, hə? Bəlkə deyim Aslanı tapıb yaxşıca döysünlər. Onda bəlkə qızın harda olduğunu deyər. Onun bundan xəbəri var. Amma bilsəydi, vəzirə dediyi kimi rahat gəzməzdi. Yoxsa ondan şübhələnməyək deyə belə eləyir. Qoy səhər açılsın, əmr verəcəm, hər yeri axtarsınlar. O dəqiq Banuya toxunmayıb. Axı o şikəstdir. Amma yenə də ürəyim narahatdır. Çox narahatam. İndi Banu hansısa əllə ərim deyəcək. Yox, görəsən neyniyim? Bəlkə otağına girim. Amma nə deyəcəm, hə? Elnur nənəsinə desəm, mən məhv olacam. Yoxsa Banunu götürüb qaçım. Amma onu hara qaçıra bilərəm axı? Hara qaçıb getsək belə qoca bizi tapacaq. Sonra tapıb bizim ikimiz də cəzalandıracaq. Günü-gündən qarıya daha çox nifrət edirəm. Axşamın xeyir. Hə, nə sözün var? Necəsən, yaxşısan? Şəhrizadə, mən getməliyəm. Məni niyə çağırmısan? Axı, elə indi gəlmisən Aslan. Nə olub? Çox tələsirəm. Sözün varsa buyur de. Deyəcəkdim ki, yeni nömrə almısan. Onu tapmaq mənim üçün asan olmadı. Nə demək istəyirsən? Əsas məsələyə keç. İstəyirəm, mənə düzünü deyəsən. Səmanı sən götürüb qaçmısan? Sən bunu soruşmaq üçün məni bura çağırmısan? Nədir, dəlisən, hə? Cavab ver. Onu kim qaçırdıb? Sən qaçırtmısan? Bunun sənə nə dəxli var? Onu qaçırtmışam ya qaçırtmamışam. Sənə nə var axı? Sən nə vaxta kimi məni özündən uzaqlaşdıracaqsan? De görüm, məni sevməyin üçün daha nə etməliyəm Aslan? Cavab ver. Sənin sevdiyin həmin o Səma az qala çıxıb başqasına ərə gedəcəkdi. Şəhrizadə, sənin elədiklərin hələ mənim yadımdan çıxmayıb. Aslan, dayan, getmə. İnana bilmirəm. Hər şey mən dediyim kimi oldu. İndi bütün var dövlət mənim və qızımın olacaq. Hay Allah. Görəsən gecə vaxtı kimdir? Of. Fərrux. Alo. Alo. Nə deyirsən? Mən gəlmişəm. Darvazanın qabağında dayanmışam. Qapını açın. Nə? Sən dəli olmusan? Niyə bura gəlmisən? Başqa ara gedə bilərəm ki. Başa düşmürəm. Səni himayəyə götürməmişəm ki. Amma siz mənə kömək eləməlisiniz. Əgər indi evdən çıxıb mənlə danışmasaz, bu yerdə dayanıb qışqıracağam. Hamını başıma yığacağam. Səltənət ana da hər şeyi öyrənəcək. Kəs səsini Fərruxcan. Xalan ölsün, sus. Mən sənə yox demədim ki. İndi gəlirəm. Cəld olun. Sakit ol, sakit ol.
Bura gəldiyin yerdə ayaqların sınıydı. Mənə kömək eləməlisiniz. Sənə nə olub? Mən sizə görə, Banuya görə bu vəziyyətə düşdüm. Mən içəri girməliyəm. Yox. Şşş, bəsdir, sakit ol. Mənim getməyə yerim yoxdur. Başa düşürsüz? Mən içəri girməliyəm. Zirzəmidə belə olsa yatmalıyam, aydındır? İndi biz özümüz də əlacsız vəziyyətdəyik, Fərrux. İstəsən də, istəməsən də, lap mən istəsəm belə sənə kömək eləyə bilmərəm. Bəs Banunun özü hanı? O neyniyir? Xəstədir, Ona nə olub? soyuqlayıb. Yaman soyuq deyib. Nə olar, mənə kömək eləyin. Əgər mənə kömək eləməsəz, Səltənət anaya bütün həqiqəti danışacağam. Sus, sus, sakit ol. Sənə kömək eləyəcəm, bircə tələsmə. Fərrux, qulaq as, mənim bir planım var. Tanışlarıma zəng eləyəcəm. Bəlkə səni müəyyən müddətli xaricə göndərim. Hə? Necə fikirdir? Düz deyirsiz? Hə? Hələlik buradan get, heç kim görməsin. Biz də çətin vəziyyətdə yaşayırıq. Bizi də biraz fikirləş. Nə olar oğlum? Sizə inandım. İnan. Məni inan. aldatsaz onda özünüzdən küsün. Uf. Səni aldatmıram. Get, indi getsən yaxşı olar. Tez ol, çıx, get. Get. Cəld ol, cəld. Oy, axmaq. Sən mənim başıma bəla oldun. Gecə vaxtı burada nə gəzirsiz? Mən elə gəldi, kimsə qapını döyür. Ona görə küçəyə çıxdım. Dedim görüm kimdir? Axı niyə mənə yalan danışırsınız? Elə indicə kamerada gördüm ki, Fərrux gəlmişdi. Bilirsən, oğlum, heç kimə demə. Başa düşmürəm. Niyə Fərruxun yanında diliniz qısadır? Yoxsa Banunun onun yanında dili qısadır? Mənə düzünü deyin. Siz ondan nə danışırdınız? O gələndə niyə məni çağırmadınız? Ya da ki, heç olmasa polisə zəng eləyərdiniz? Mən bunu eləyə bilməzdim. Niyə? Nəyə görə? Mənə qulaq as. Fərrux Banunun saxta varis olduğundan xəbər tutub. Məni təhdid eləyir. Dayanmadan təhdid eləyir. Namərd, alçaq. Əlacsız qalıb, xoş danışıb, onu buradan göndərdim. Dalaşa bilməzdim axı. Sirr açılsa, qoca qarı səni də, məni də, Banunu da bağışlamayacaq. Hamımızı həbs elətdirəcək. Yaxşı. O yenə gələcək? Hə, dedi ki, sabah gələcəm. Oldu. Qoy gəlsin. Mən özüm onun payını verəcəm. Xahiş eləyirəm, əsəbləşmə oğlum. Deyirlər, əsəbi başda ağıl olmaz. Özünü ələ al, sakit olmağa çalış, səhvə yol vermə. Düz deyirsiz. Bu alçaqla başqa cür danışmaq lazımdır. Neynəmək istəyirsən? Nə çıxış yolu fikirləşmirsən? Qoy əvvəlcə fikirləşim. Samir, Gəldim ana. Get. De görüm, həyətdə ulduzla nə danışırdınız? Kimsə bura gəlib küçə qapısını döyüb gedib. Ulduz xala deyirdi ki, kameraya baxaq. Baxdım, heç kim yox idi. Yaxşı. Səma
Yoxa çıxan vaxt kamera görüntüsünə baxmısan? Hə, baxmışam. Onun evdən necə çıxıb getdiyi görünmür. Bu necə ola bilər? Bütün görüntülərə baxmısan? Hə. Hə ana. Neçə dəfə diqqətlə baxdım, amma Səmanı görmədim. Onda o harda ola bilər? Onu yer utdu? Bilmirəm ana. Bir çıxış yolu qalıb. Polisə xəbər vermək lazımdır. Yox. Elə bircə adi qulluqçunu polisin köməyi ilə axtarmağım qalmışdı. Bu hadisə səs-küyə səbəb olar. Sonra Səmanın yerinə Banunu gəlin gətirməyimi hamı öyrənəcək. Yaxşı. Onda özünüz bilərsiniz. Mənə bir tapşırığınız var ana. Hə, sözlərimə qulaq as. Səmanı yerin dibindən də olsa tapmalısan. Onun ata-anasını da, onları da tapacaqsan. Onlar yəqin ki, qızlarının harda olduğunu bilirlər. Yaxşı. Hansısa bir qulluqçu qızın məni aldadıb getməyinə heç vaxt imkan verə bilmərəm. O mütləq cəzasını almalıdır. Yaxşı ana. Gecəniz xeyrə qalsın. Məlikə, səndən asanlıqla ayrıla bilmərəm. Hər şey yaxşıdır? Nə baş verir? Aç qapını. Mənə bax. Aç qapını. Kimdə onlar? Qorxma qızım. Bunlar kimdir? Bu qadın borcunu ödeyə bilməyib. Ona görə də götürüb bura gəldim. Qadınları, qızları uğurlamaqdan başqa işin yoxdur? Bəs nə edeyim? O borcunu verə bilmir axı. Qorxma qızım. Yaxşı, bəs borcu nə qədərdir? $60.000. Olsun. İndi onlara nə etmək istəyirsən? Nə edə bilərəm ki? Küçəyə çıxarıb satacağam. Kişi ol. Hansı dövrdə yaşayırsan? Qadınları satmaq fikrin var? Sən o pulu məndən alacaqsan. Hə, gəlin. Çıxın, çıxın. Buyurun. İndi bağlaya bilərsən. Nə olur olsun evə qayıdacaqsan. Banu, Eşidirəm. sən niyə bu toya razı oldun? Amma mənə düzünü de. Bayaq dedim axı. Nənəm dediyi üçün razı oldum. Sən nənəmiz nə desə eləyəcəksən? Mən buna məcburam. Neyniyim? Axı onun nəvəsiyəm. Sən bu həyatda heç sevib sevilməmisən? Bu həyatda sevdiyin olmayıb? Nədir? Heç kimi sevməmisən? Ağlama. Mən sənə barmağımın ucunu belə vurmayacağam. Bu halımla heç bunu eləyə bilmərəm də. Çox sağ ol. Mənə ərə gəlmək istəmədiyini bilirəm.
bilmirəm. İndi nə edəcəyimi heç özüm də bilmirəm. Niyə? Taleyim öz əlimdə deyil. Onda kimin əlindədir? Kimin olacaq? Nənəmin əlindədir. Hə, sən haqlısan. Mənim də taleyim nənəmin əlindədir. Biz onun əlində sadəcə bir oyuncağıq. İstədiyi vaxt, istədiyi qədər bizi oynadır. Mən səni tamamilə başqa bir adam hesab eləyirdim. Necə bilirdin? Elə bilirdin ki, ağıldan kəmən? Doğrudan da kimin necə insan olduğunu ondan yaxından söhbət eləməyənə qədər bilmək olmur. Yaxşı. İndi mənim haqqımdakı fikrin dəyişdi? Görəsən Səma hardadır? O mənim qohumumdur, qardaşımın qızıdır. Görəsən niyə qaçdı? Mənim əlil oğlum ərə getməmək üçün qaçıb getdi, bəlkə sonra qayıdacaq. O özünün varis olduğunu dəqiq bilmir. Bilsə, o evdə qulluqçu işləməzdi. Niyə anam onun haqqında işinə bilmir? Niyə onu qulluqçu kimi işlədirdi? Maraqlıdır. Suallar həddən artıq çoxdur. Amma cavab yoxdur. Nə baş verir axı? Mən Banunu gəlin gətirdim. Bundan sonra nə olacaq? O saxta varisdir. Əgər bir müddət sonra Səma qayıdıb özünün kim olduğunu bilsə necə olacaq? Öz mirasını tələb eləsə, əsl qiyamət qopacaq. Yox, buna əsla yol vermək olmaz. Alo, Eşdirəm. Salam əleyküm. Səma qaçıb gedib. Onu tez tapmalısan. Yerin dibindən də olsa tap. Yaxşı oldu. Gəlin salamına hazırsan? Hə, Qaşqabağını sallama, mənə qaşqabağını sallama. Elə bil toydan yox, yasdan çıxmısan. neyniyim? Axı bu mənə pis təsir eləyir, ana. Bəs nə pis təsir eləməzdi, hə? Küçədə evsiz, eşiksiz, o avara Fərruxla yaşasan, sevinərdin, xoşbəxt olardın. Onda üzün gülərdi, Banu, hə? Ana, Mənə bax, sənə də, atana da yaxşılıq eləmək yaramır. Sizi adam eləmək üçün mənim canım çıxdı. Canım, atan üçün bir kasa yemək olsun, bəsidir. Qarnını doydurdu, heç nə vecinə olmur. Əsas odur günü keçsin. Bu adam ömrünü belə keçirdi. Buna görə mənə sağ ol deməlidir. Sən də atandan geri qalmırsan. Səni bu ümidlə böyütmüşəm. Əgər az da olsa mənim planımı pozsan, özüm səni boğub öldürəcəm. Çünki artıq yorulmuşam, başa düşdün? Yorulmuşam. Bu günlərə, bu var dövlətə asanlıqla nail olmadım. Mən məhv olmuşam. Mənə bax, Səmanı da hər şeyə qurban elədim. Daha heç kimə rəhmim gəlməyəcək. ana. Sən axmaq başını aşağı salıb ağılla hərəkət eləsəydin, indi belə göz yaşı tökməzdin, ya da bu şikəstə ərə getməzdin. Namusunu təmizləməyə ehtiyac qalmazdı. İndi mənə qaşqabağını sallama, gözünün yaşını da axıtma. Həqiqəti etiraf eləmək lazımdır. Əgər Səma kimi qürurlu qız olsaydın, qoca tapdığı əsilzadə varlı oğlanlara ərə gedərdin. Mənə belə baxma. Hələ şükür elə ki,
Belə bir evdə gəlin olacaqsan. Elnurun arvadı olacaqsan. Hı? Sən bu vəziyyətinlə küçədə qalacaqdın. Şükür elə. Bağışla anacan. Deyirəm danışmayım, qızımın xətrinə dəyməyim. Amma sən mənim əsəblərimlə oynayırsan. Sən də atan da. Həqiqət həmişə belə acı olur. Razılaş. Sil göz yaşlarını. Get, hamıya təzim elə. Bir üzümüz gülsün də. Səma üçün də asan olmayıb. Səmanı öz tanıdığın yerlərdə axtarmadın? Axtardım, axtarmadığım yer qalmadı. Əvvəlcə dəqiqləşdirmək lazımdır. O öz istəyi ilə gedib, yoxsa onu kimsə oğurlayıb? Bilmirəm. Mən də bunu başa düşə bilmirəm. O səndən bir yerdə getməyib. Amma kimsə onu oğurlasa, Səltənət ana bunu öyrənəcək. Düz deyirsən. Onda belə çıxır ki, o özü qaçıb gedib? Yox. O yaxşı bilirdi ki, Səltənət ana məni həbs elətdirə bilər. Onun özünün qaçdığına mən inanmıram. Bəlkə elə vəziyyətə düşüb ki, heç sən də gözünə görünməmisən. Yox, buna inanmıram. Belə bir şey ola bilməz. Yəqin ki, Səltənət ananın evində müşahidə kameraları var. Elə bir evdə günün günorta çağı adam oğurlamaq olar? Bəlkə kimsə onu çağırıb, sonra da qaçırdıb? Onda bu haqda evin sahiblərindən soruşmaq lazımdır. Sual çoxdur, amma cavab yoxdur. Yaxşı, mən getdim. Başqa yerlərdə yenə axtaracağam. Mən sizlə danışmalıyam. Ulduz xanım məsələsi ilə bağlıdır. Siz niyə özünüzü Səmanın ata-anası kimi göstərirsiniz, hə? Əslində onun üçün yad adamlarsınız. Bilirsiniz ki, buna görə həbs oluna bilərsiniz, hə? Mən elə bu dəqiqə sizi həbs elətdirə bilərəm. Vay. Vay. Bizə yazığın gəlsin. Vallahi biz buna məcbur olduq oğlum. Oğlum, vəziyyətimizi özün görürsən. Bizə pul lazım idi. Nədir? Deməli pula görə hər şeyə razı olacaqsınız? Başqa çıxış yolumuz yox idi oğlum. Özünüzü təmizə çıxarmayın. Oğlum, mənə də görüm, bizi necə tapdın, hə? Siz özünüzü ağıllı hesab edirsiniz, hə? Səltənət ananın evindən çıxandan sonra sizi izləmək üçün adam göndərdim. Hər ehtimala qarşı. Həmin adam sizin ünvanınızı mənə verdi. Bizə yazığın gəlsin oğlum. Oğlum, biz xəstəyik. Xəstə vaxtımızda həbsxanada ölmək istəmirik. Nə olar, bağışla bizi. Xahiş eləyirəm, bizə rəhmin gəlsin. Ümumiyyətlə sizi kim göndərdi? Səma özü göndərmişdi. Yo. Biz o kızı heç tanımırıq da. Onda kim göndərdi? Dedə, Ulduz xanım. Ha? o bizə pul verdi, razı saldı. Biz də ona görə bu işi gördük. Yenə Ulduz xala. Serial Space televiziyasının sifarişi ilə birləşir. Gör çıraqlar, dönüb çıxıb gedən günlər, soyudu ocaqlar. Oxuşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız, bizdən küsüb hara getdi.